Salam dostlar, xoş gördük. Umarım ki halınız yaxşıdır. Çox sevinirəm ki, bu günlərdə görüşürük. Mən bir neçə dostu istəyirəm dəvət edəyəm, sizlərdən istəyirəm, xahiş edəyəm, əgər mümkündürsə dostlarınızı dəvət edəsiniz. Klaslarımız 1-2 dəqiqədən başlasın. Görək nə olur. Valla dostlar, bilirsiniz bir dənə iştibahımız olubdur. O da budur ki, mən eləyə bilmirəm dostların yazılarını görəm. Yəni bilmirəm dostlar bu dərsləri istifadə eləyirlər, eləmirlər. Fəqət bir dostlarımızdan birinin ya ikisinin yazılarını görürəm. Günaz TV-də işləyənlərin ki, nə qədər onlarda təsir qoyubdur. Ondan sonra ayrı bir dostları görmürəm ki, görüm onlara nə qədər təsir qoyubdur, nə qədər təsir qoyubdur. Vəli ruznamenigarı ya yazıçılıq üzmaq kimi də deyil. Yəni biri də deyərlər ki, üzmağı adam o zaman ki suya düşməyibdir, örgəşməz. Yəni demağından örgəşmək olmaz. Gərək düşəsən suya, boğulasın, örgəşsən. Dəqiqən o cürdür. Yəni ruznamenigarını nə qədər deyəsən ki, mən örgəşdim, gərək düşəsən, yazasan, qələt tutula, ondan sonra örgəşsən. Bu bir dənə vaqiyyətdir. Çox istərdim ki, olsun. Məsələn, mən özüm bəzən yazı yazıram, bəzən türkü, bəzən farsı bilirsiniz. Dostlardan biri irad tutur. Çox gözəl. Yəni, əgər 28 ildən sonra İnsanlar mənə irad tuta bilirlər, bəlli şeydir, yəni hələ örgəşməmişəm üzmağa. Onun üçün dostlardan xahiş edirəm, əgər bir yazı yazırlar, göndərsinlər, həm oxuyayım, həm də ki, əgər bir nəzərə bir şey gəlsə. Bugünkü dərsimiz görürsünüz, 36-cı dərsə yetişmişik və burada əlif bölümüdür, mən əlifi yazmamışam. Əlif bölümü, soru, virgül, ağlın yolu. Bu haqda danışacağıq. Qabaqcında soruya görə danışmışıq. Soru. Keçən cələsədə dedik ki, husn-i suali nisful elmi. Yəni, yaxşı bir sual soruşmaq elmidir. Dedik, əslən, elm ha zamandan yaranıbdır. Əlbəttə, elm çox insanla, bəlkə də heyvanın yaranışı ilə elmi var. Yəni, çünki, məsələn, heyvanlar, əgər evinizdə ikiz ya pişiyiz olsa, görsəz, diqqət eləsəz, bunlar məriz deyəndə bir o tələf yiyərlər və özlərini dava dərman edirlər. İnsan da elə turi tarixdə başlayıb elmi düzətməyə. Elm nədir? Elm ibarətdir təcrübədən. Təcrübələr bəzən yanlış olar, bir dana bir şey yiyərsən, ölərsən, məsmum olarsan. Bu, sənə deyir ki, bunu yemə. Bunu yiyəndə bu əlayim, bu bir dənə elmidir. Qələtdir, bunu yedik ki, güclənək, amma öldük, yaralandıq, məriz olduq, bədənimiz səbdir. Bu bir dənə elmidir ki, deyir, bunu yemə. Yəni, elmin bir parçası ilə buradan başlandı. Bu, məsələn, insanlar hər göbələyi yeməzlər. Göbələk təbiətdə çıxar, amma yiyiblə görüblə ölürlər. Yiyiblə görüblə bədənləri səpir, tökür, nə bilim, filan olur, yeməyiblə. Bu olub elm. Pəs elm ibarətdir təcrübədən. Təcrübə də həm qələt olar, həm düz olar. O zaman ki, qələtdir, elmdə deyərlər, bu qisməti, bu nəticəni verir, bunu yeməyin. Buna deyirlər, nəhy eləmək, mən eləmək. Elmin bir işi budur ki, deyir, bu işi görmə. Elmin bir işi deyir ki, xiyabandan çıraq qırmızı olanda getmə.
Çünki maşın səni vurar. Bu elmdir. Biri də budur ki, deyir, yox, bunu məsələn, çıraq ki, yaşın oldu, geç. Bu da elmin ikinci qismətidir ki, deyir, bu işi gör. İndi soru təcrübənin ikincisidir. Yəni, soru təcrübədən hətta qabaqdır. Mən mərizləmişəm, neyniyim, yaxtılaşım. Bu soru gələndə buna bir cavab axtarırsan, bu olur elmin yarısı. Yəni, əvvəl bilirsən ki, bir mərizçilik var, sonra gedirsən onu dərman etmək. Pəs elm özü ibarətdir, bir qisməti. Elmin bir qisməti ibarətdir sorudan, bir qisməti ibarətdir təcrübədən. Fəlsəfə bu cür deyil. Fəlsəfə ibarətdir sorudan və zehni cavabdan. Yəni, fəlsəfədə siz təcrübəyə getmirsiniz. Amma elmidə təcrübəyə gedirsiniz. Riyaziyyatda da heç olmasa bir növ zehni təcrübədir. Hər halda. Bəlkə əməli də təcrübədir, bilmirəm, amma riyaziyyat mən bilmədiyim üçün. Bəzi çox şeyləri bilmirəm. Bilmədiyim üçün də onlara gedəndə qalıram, batlağa düşürəm. Pəs soru elmin yarısıdır. Hər elmin yarısı sorudur. Xüsusən təcrübə elmilərin yarısı sorudur, yarısı da təcrübədir. Məsələn, deyirik ki, indi məsələn, dünya bunu deyir ki, ağa, bu gözlük ki, gözə vururuq, yellikdə eləyə bilər düşsün, sınsın, eləyə bilər içsin, eləyə bilər bir şeydə təsadüfdə zətdə geçsin gözümüzə, eləyə bilər itər və mən həmişə bir dənə xarici bir cismi özümün yanımdan dolandırıram ki, bunlar təcrübədir. Ha, baxın, bunlar elmin o təcrübə qismətidir. Göz elminin, ya gözlük elminin təcrübə qismətidir. Mən bunu dolandırıram yanımda, bəzən gözəl eləmir, çirkin elir, filan elir, bəhman elir və bəzən mənim gözüm azalır, çoxalır, bunun vasitəsilə elə bu yaxçı eləmir, %100 bunu saxlamır, dalga gedir, ya filan olur. Mən nə cür eləyim ki, gözüm, yəni elmi bunu soruşur. Nə cür eləmək olar ki, gözlüğü daha yaxçı eləyək? Lenzi gətirdilər gözün içinə. Qədim yadınıza gəlsə, eynəklərin qalinliği çox qalin olardı. Yəni, istikan kimi, istikanın dalısı kimi çox qalin olardı ki, insanlar bir yaxını ya uzağı görsünlər. İndi isə elm onu qəbul eləmir. Elm deyir ki, yox, biz plastikdən nazik bir şey düzəldərik. Sonra gətirdilər, bunu elədilər 3 qismətdir. Həm yaxını görsün, həm orta bir şeyi görsün, həm uzağı görsün. Yəni, həm mütaliə üçün, kitabı oxumaq üçün, həm üst tərəfi, məsələn, ranəndəlik üçün, həm də orta tərəf evdə oturub, məsələn, bir-birləri ilə danışmaq üçün, ya televizyona baxmaq üçün. Sonra bunu aparırlar gözün içinə. Gözün içində amma bu bir də zərərlər qoyur. Tez-tez dəyişməyə məcbursan, hava getmir, zərər vura bilər gözə, ufunət gətirə bilər, bu qahadır, bunlar. İndi insan deyir ki, biz bunu leyzerlə içəridən cərrahlıq edirik. Ən son teknoloji ki, insan üstündə işləyir, deyir ki, niyə məsələn biz qaranlıqda görənmirik? Soruya baxına, soruda deyir, niyə biz qaranlıqda görənmirik? Nə cür eləyək qaranlıqda gözümüz biraz görsün? Nə cür eləyək gözümüz güclü olsun? Niyə məsələn gözümüz, məsələn indi 10-dur, niyə 100 olmasın? Gözümüz, məsələn gözümüzün gücü məsələn 10-dur, niyə 100 olmasın? Niyə məsələn əlimizdə təyyarəyə minib uçuruq? Yəni uzaq bir məsafətlərə bir imkanımız vardır ki, uçaq gedək. Nədən gözümüz əvəzin ki 10 ola məsələn 100 olmasın? Yəni bizim teleskop kimi gözümüz işləməsin. Məsələn, pişik gözü kimi. Və bu günləri elm gəlir, neyini? Deyir ki, gözün mahiyçələrində, mən bunun məqaləsini keçən il oxudum ingiliscə, deyir ki, gözün məqalələrin, gözün mahiyçələrin bir cür cərrahlıq eləyək ki, bu göz pişik kimi və şey kimi olsun, teleskop kimi olsun, istədiyimiz yerə açılsın, istədiyimiz zaman yığılsın
ışıqla yığılsın, qaranlıqla açılsın və pişik gözü kimi, eyni halda teleskop kimi olsun. Yəni uzaq yerlərə zoom eləsin, geçsin, yaxın yerlər. Bu gör elm neyini sorunun qabağında cavab axtarır. Pəs biz elmidən əcibə qəribə bir təsəvvürümüz olmasın. Elmi ibarətdir bir soru sormaq, bir müşkülə həll etmək üçün. Təcrübə ona cavabdır. O cavab düz ola ya qələt ola elmdir. Elm həm qələt, həm düz cavablar verir. İndi mən istəyirəm ki, bu cümləyə diqqət edəsiniz. Mən bunu oxurdum, bir ayrı məqalədə gördüm bunu. Çox sevdim və istəyirəm ki, siz də bunu tanış olasınız. Bu bir Çinli zərbül məsəldir. Çin niyə gedib qabağa? Niyə bu günləri dünyanın iqtisadında, hətta Amerikanın iqtisadına belə eləyə bilir, güc desin, zor desin? Əlbəttə, indi əsli texnolojilərdə yox, amma ikinci, üçüncü əl texnolojilərdə zor deyə bilir. He who asks a question, he götürün, who asks a question, o adam ki bir sual soruşar. Burada kişi deyir, amma zahirən bəzi dillərdə, məsələn Çində, bəlkə elə hamısını kişi deyirlər, bilmirəm. Onun üçün. Bizim dilimizdə he yoxdur, yəni o kişi demərik. Elə deyərik, məsələn, o sorsa, o dedi, o arvad kişi, o arvad o kişi deyərik əlbəttə dildə, amma onun özü kişisi arvad yox. Yəni bizim zəmirlərimizdə dişi, erkək yoxdur. He who asks a question, hər kəs bir soru soruşursa, diqqət buyurun. Is a fool for 5 minutes. 5 dəqiqəlik axmaq görünər. Biz bir kilaslıyıq, bir cəmliyik, bir danışqah kilasındayıq, bir konferansdayıq, bir otobusdayıq, bir yerdəyik, bir yola çıxmışıq, hər yerdəyik, hər şəraitdəyik. Bəzilər çox yaxşı adamdılar. O qədər yaxşı adamdılar ki, soru soruşmazlar. Bəzilər çox pis adamdılar. O qədər pis adamdılar ki, hər şeyi ki, hamı bilir, soru soruşanlar. Diqqət buyurun. İndi görün, bu iki dənə mən dedim, ha, yaxşı pis. Görün nə deyir. Bizim fərhəngimizlə Çin fərhənginin, Amerika fərhənginin, Kanada fərhənginin fərqini görün. Avropa niyə qabağa gedibdi? Amerika niyə qabağa gedibdi? Kanada niyə qabağa gedibdi? Çin niyə qabağa gedib? Baxın. Hər o adam ki, bir sual soruşar, is a fool for 5 minutes. 5 dəqiqəlik axmaq görünür. Hamı deyər, olan bunu bilir də, hamı. Adam da bunu soruşar. 5 dəqiqəlik onu hamı sor, amma o sorunu sordu. Hamı bilən sorunu sordu. Bəlkə bir ayrı cavab alacaq. Həmişəsi cavabdan ötürü sorulmur bu adam. Bu adam o sualı soruşur. Çünki tarix dəyişibdir. Cavablar dəyişmiş ola bilər. Ayrı bir cavab olar ki, bizim təxəyyülümüzdə var, amma o bilənlər ayrı bir şey bilərlər. Is a fool for 5 minutes. 5 dəqiqə o axmaq görünər. Hamı məsələn deyir, baba. Amma dalısı var. Who does not ask a question. O adam ki soru soruşmasa, yaxşı adamdır da. Çox yaxşı adam, mən soruşmuram, nəmə nədir? O adam ki who does not ask a question. O adam ki soru soruşmursa, remains a fool forever. O adam həmişəlik üçün axmaq qalar. Hər kəs bir soru soruşur, soru soruşmayanların yanında 5 dəqiqə. Soru soruşanların yanında bu adam çox mühüm adamdır. Yəni, əgər 2 dənə alimin yanında sual soruşursan, mədrəsədə, danışqahda, bir yerdə, uşağın səndən sual soruşursa, bilmir, ya istəyir yaxşı, uşaq 100 dəfə bir sualı soruşur. Çünki o istəyir birinci cavaba qane deyil, istəyir ikinci cavab, üçüncü cavab, beşinci cavab, onuncu cavab, cavabların dəyişsin.
Amma əgər bir uşaq cavab sorulmursa, bir adam sual soruşmursa, cavab axtarmırsa, cavabları o cavablardır ki, tarixən dədə-nənəsindən, mədrəsədən alıbdır və onları qəbul edir. Bu adam remains a fool forever. Həmişəlik üçün ömür boyu axmaq qalar. Tarixi değişməz. Bir məmləkətin insanları ki, soru soruşanmazlar, daim tarixlərində axmaq qalırlar. Diqqət buyurdunuz. Soru soruşmağın bu qədər önəmi var. Onun üçün soru ağlın yolu dedim. Çünki dedik, elmi yaratmağa əvvəl soru, sonra cavab. Soru elmin yarısı, təcrübə elmin yarısı. Cavab nədir? Cavab, diqqət buyurun, bizim cavablarımız həmişə bizim cavablarımız İranda fikr üzü ilə olubdur. Fikr eləmişik ki, doğru bir şey deyirik. Amma dünyada təcrübə ilə cavab verirlər. Elm, fəlsəfədən danışmıram. Elm ibarətdir təcrübədən. Bir dənə misal verirəm. İran Şah zamanı 1350'lərdə 51, 52, 53, 54'te bu zamanlarda İngilistan'dan qərardat bağladı bir karxana ilə. Oradan Peykan diye maşın ki var idi. Bilmirəm indi də var ya yox. O maşının qətələrin gəmilərə doldurdular. İngilistan'dan gətirirdilər Bəndər Abbas'a. Bəndər Abbas'dan maşın gətirirdi Tehrana. Tehranda karxanada karicəllər bunları bir-birinə bağlırdılar. Yəni assemble edirdilər, montaj edirdilər montajla Fransızdır da assembler. Yəni hər halda. Yəni bir-birinə bağlırdılar. Peykan maşını elirdilər, salırdılar yola. Diqqət buyurun ha, diqqət buyurun. Çox mühüm məsələ. Bunu mən özüm də bilmirdim. Ta 1372'də danışıqda ustadımız bunu bizə öyrətdi ki, biz İranlılar nə cür fool remain a fool forever. Nə cür ömür boyu, həmişəlik tarix boyu axmaq qalırıq. İranlılar. İngilistan'da maşın İran kimi, Kanada kimi, Amerika kimi deyil. Kanada'da, Amerika'da, İran'da, Türkiye'de maşın, gedən maşın sağdan gedər, gələn maşın soldan gələr. Yəni, ranəndə ki, fərmanın dalısında olubdur, həmişə xiyabanın orta tərəfindədir. Yanında oturan həmişə piyadə roğa tərəfdir, xiyabanın eşik tərəfinədir. İngilistan'da tərsədir. Maşının sürücüsü, maşın gedəndə soldan gedər, gələn sağdan gedər. Yəni, həmişə sürücü ranəndə xiyabanın eşik tərəfindədir, musafir orta tərəfindədir. Bunun niyə belə eləyiblər? Diqqət buyurun. Bir nəfər ki, təxəssüs alır, təyyara təxəssüsü alır, tank təxəssüsü alır, bir iş başarır, illər boyu buna pul xərclənibdir, bu camiənin sərvətidir. Məsələn, bir otobus ranəndəsi 50 nəfəri, 55 nəfəri oturur, sürür, aparır. Bu adam bir təxəssüs sahibidir ki, o 50 nəfərin yoxudur. Bunun önəmi budur ki, buna çox sərmayə qoyulubdur, bu diri qalmalıdır. Onlardan çox diri qalmalıdır. Baxışa baxın. Çünki mütəxəssisdir, çünki çox sərmayə qoyulubdur. Çünki camiyə bu çox lazımdır, işsiz, təxəssüsüz adamlardan. İngilistan deyibdir ki, təxəssüslü adamlara əmniyyət çox yaradaq, ölməsinlər. Maşın ki, xiyabanda gedir, əgər bir şey olsa, xiyabanın orta tərəfində bir-birinə dəyər. Yəni, böyürləri dəyər da. Həmişə İranda maşın ranəndə tərəfləri dəyər. İki ranəndə dam-dam vurarlar bir-birinə, iki ranəndə. Musafirlərə çox bir şey olmaz. Çünki maşın gedib o tərəfdən dəyməz. Normalda maşın dəyəndə elə ranəndə tərəfində dəyər. Çünki beləsi gəlirlər da. Beləsi gələndə belə dəymək ehtimalı var. Belə dəymək ehtimalı çox azdır. Onun üçün İranda məmulən ranəndələr ölər, yaralanarlar və təxəssüslər aradan gedər.
İngilistanda elə eləyiblər ki, ranəndələr salim qalsınlar, çox salim qalsınlar tam musafirlər. Onun üçün musafir tərəfinin xiyabanın ortasıdır ki, maşın ki gəldi beləsi, musafir dəysin, musafir tərəfi dəysin bir-birinə. Bu birisi tərəf dəyməsin. Həmən maşını İrandan götürüblər, gətiriblər. İndi bu maşını ki, İngilistanda sürürlər. Ranəndənin qabağındakı şişəni silən ki var, ha beləsi qarı yağışı silər. O, yekəlir. Buna görə ki, ranəndənin qabağı gərək görünsün. Çünki o sürücü baxır, çox yeri görməlidir. Çünki maşını o aparır. Sağı, solu, qabağı, hər yeri görməlidir. Onun üçün onun qabağı. O birisi ki, musafirin qabağında da həm boyu çıqqılıdır, həm də az sürər, əslən təmizlər. İranda 1350-dən ta 72-yə can bu maşını montaj edirdilər. Maşının sürücüsünü sağdan götürüb aparıb qoymuşlar sola. Yəni İngilistanda sağda olurdu, apardılar qoydular sola. Bunun aşağıda tormuzu uzadı da yıxdılar, apardılar ora. Amma şüşənin o siləni aparıb aparmadılar. Diqqət buyurdunuz nədir oldu? Elm olmadı. Bu təqlid oldu. Təqlid olduğu üçün bunu bir zərrəsini dəyişəndə bilmir neyləsin. Eləyə bilmir. Sistemi qələt olur. Ranəndə həmişə kiçik görür, musafir böyük görür. Pəs soru ağlın yoludur. Biz xəbərnigarlar və yazarlar, Azərbaycan milli fəalları soru soracaqlar. Soru sormaq ağlın əgər yolu idisə təcrübədən geçəcək. Soru təcrübədən geçəcək. Cavabı təcrübədir. Biz Azərbaycan Milli Hərəkatının adamları hər kəs bir yerdə bir şeyi təcrübə edir. Bir fikri, bir hərəkəti, bir yazını, bir düşüncəni təcrübə edir, onu qoyur hərəkətə, onu qoyur təcrübəyə, təcrübədə onu çıxadırlar, ya cavab verir, ya cavab vermir. Biz bunu bilməliyik. Yəni, hər yerdə bunu bilməliyik, çünki o təcrübəni ayrı yerdə də təkrar eləməyək, ya təkrar eləyək, nəticə verdiysə. Çünki hər bir nəticə verməyən soru təcrübədə o bizə bir xəzinədir. Zaman, pul, sərvət, adam, hamısı bunlara xəzinədir. O xəzinəni azaltmaq üçün yazılmalıdır. Ki biz bu soruya belə bir cavab verdik, bu müşkilə belə bir cavab verdik, bunu həll üçün bu işi gördük, amma bu cavabı aldıq. Bu cavab işləmədi. Yəni onda bizim milli hərəkət bir elmi, təcrübə hərəkətə çevrilər. Bir dana təcrübənin təkrarından ki, cavab vermir, çəkil yox. Mən bir filmə baxırdım, adam bir videoya baxır, at müsabiqəsinə ki, kasetli qoyur baxır, video kasetli, qoyur o qədimki video kasetlərə, oturur baxır, uduzur, naylahan da olur, vırır, kaseti çıxadır, bir yaman bir falan. Adam soruşur ki, bu kasetdir, sən kasetdən niyə intizar var bu at bərəndə olsun? Deyir, 45 ildir bu at bərəndə olmur. Mən 45 ildir bunu qoyuram, baxıram ki, bəlkə bir dəfə 45 ildir bu zəbt oldu, bu dəyişilməz ki. İstəyəsən o bərəndə ola, gərək edəsən meydana, meydanda bir ayrı atın üstünə şərt bağlayasan, bir ayrı zamanda bağlayasan, bir ayrı şəraitdə bağlayasan. Bəs bu. Biz Azərbaycan Milli Hərəkəti yüzlər sual soruşmalıdır. Hər insan gündə yüzlər sual soruşacaq. Çünki sual cəsarətdir. Dedik, sual soruşmaq ahmaq görsənir 5 dəqiqəlik adamı. Who asks a question is a fool for 5 minutes. Sual soruşmaq adama ahmaq görsənir 5 dəqiqə. 5 dəqiqə adama gülürlər. Yaddan çıxır 5 dəqiqədən sonra. Amma sual soruşayanlar ömür boyu 90 ildir Azərbaycanda sual soruşmamışıq, hala həman yerdir.
O zamandan ki Azərbaycan başlar, hər zaman ki başlayıbdır. Şeyx Məhəmməd Xiyabani zamanı, Məşrutədən qabaq zamanı, Seyid Cəfər Pişəvəli zamanı, Ayətullah Şədid Məqari zamanı, Döhdür Cehriqaninin başlanmaq zamanı, o milli hərəkətin davamı. Orada hər vaxt sual soruşmuşuq, cavab almışıq və hərəkətə çıxmışıq. Biz soru soruşmaqdan qorxmayacağıq. Soru soruşmaqdan əsla və əbədə qorxmayacaq. Soru soruşmaq nə deməkdir? Soru soruşmaq intiqadın ən böyük vəziyyəti soru soruşmaqdır. Soru soruşmaq ahmaq görsətmağın o full bu o full ahmaq görünmağın sındırmaqdır. O özümüzün zehnimizdə var ki, mən soru soruşsam deyərlər gülmür, ahmaqdır. Amma qoy desinlər, və mən ahmaq qalmayayım ömür boyu. Ömür boyu ahmaq qalmayayım. Ömür boyu ahmaq qalmayayım deyə 5 dəqiqə ahmaq görünümdən yaxşıdır. Bəs soru nədir? Soru ahmaqlığı sındırmaqdır. İranda soru soruşmaq çox pisdir. Ədəbsizlikdir, bilməməzlikdir, cahillikdir, ahmaqlıqdır. Sorunu sorursan, yəni bilmirsən, cahilsən. Amma sorunu sən soruş, cəsarət elə, qoy, yıxılsın ahmaqlıq divarları. Soru İranda sorulmur, heç kəs başarmır soru soruşsun, doğru soru soruşmur. Baxın, mətbuatda yüzlər xəbərniqar işləyir. Yüzlər ustad danışqah var, yüzlər nə deyim, onlar min ustad danışqah var, onlar min xəbərniqar, ruznameniqar, jurnalist, nevisəndə yazar var, onlar min mütəfəkkir var, mühəqqqiq var, filan var. Amma İranda sorulara cavab çıxmır. İranda həman vəziyyətdir və həmişə bir dairə ticarətə. Baxın, diqqət buyurun. Qacar, buna Qacar fərz edin. Qacar İnqilab-ı Məşrutə, bura İnqilab-ı Məşrutə. Qacar Məşrutədən sonra yenə də səltənət. Gəlir kodeta, yəni inqilab. İnqilab özü bir kodetadır, kodeta özü bir inqilabdır. İnqilab da əlbəttə Məşrutə inqilab deyil, bəli diyaq da, alaq. Ondan sonra Riza Palani gəlir 2-ci Dünya Savaşına ki, inqilab da əslində İrana. Çünki mən Riza Palanini qaçırdılar. Qaçır, millət gəlir, qeydir Məşrutə dövrünə. Ondan sonra Məhəmməd Riza gəlir, nəft məsələsi gəlir. Yenə bir inqilabdır, camiənin fərqilidir. Ondan sonra bunu mən yekə gərək çəkildim. Qoy bu üstdəkini silim. Ağın yolu. Tamam. Gəlir. Bəs beləsi oldu. Yəni mən bu dairəni biraz yekə çəkim. Bura Qacar. Gəldi bura. Məşrutə. Mənim nəzərimə diqqət buyurun, bu çox mühümdür. Bu gəldi oldu Məşrutə Qacardan. Məşrutədən gəldi oldu kodeta. Kodeta Riza. Yaxşı. Riza Palaninin kodetası. Buradan gəlir 1319-a 2-ci Dünya Savaşı. 2-ci Dünya Savaşı. Yəni bir inqilabdır, bilirsiniz, Rıza Şahın getməsi İranda bir siyasi, ictimai bir inqilabdır. Hətta bunun Rıza Şah sonra mühakimə olur. Diqqət buyurun. Çox böyük inqilabdır. Yəni Məşrutə inqilab deyil, amma Rıza Şahın getməsi inqilabdır. Çünki hətta bu şah
öz oğlunun hökumətində belə şey olur, mühakimə olur. Millət qeyd edirlər məşrutə dövrünə, mətbuat azad olur, Riza Palani dövründə mətbuat bağlanır. Heç nə azadlıq yoxdur. Azadlıq əslən, yəni İran tarixinin hətta Cumhuriyet İslamının edamlar tarixi Riza Palani kimi olmayıbdır. Ən acı dövrü, ixtinaq dövrü Riza Palani dövrüdür. Riza Palani'dən sonra gəlir yetişir 2-ci Dünya Savaşına, yəni Məhəmməd Riza gəlir iş üstə. Məhəmməd Rizadan sonra gəlir Nəftidir, Müsəddiqdir. Nəft bilirsiniz yenə bir hərəkətdir, çox milli bir hərəkət, bir inqilabdır əslində. İqtisadi bir inqilabdır özü də. Dövlətin, mütəəssifanə dövlət burada qüdrəti çoxalır. Çünki nəfti millətin əlindən alırlar, verirlər dövlətin əlindən. Yəni Dünənəcan Qacar dövründə nəft millidir. Yəni millətin əlindədir. Nəft millidir Qacar dövründə. Nəft Müsəddiq dövründə nəft dövlət olur. Sonra buradan gəlir, yetişir pişəvəriyə, yəni hökumət-i demokratik. Birinci dəfə, baxın, adı budur. Biz indi demokrasi istiyoruz. Hökumət-i demokrasi qurulu tikilir İranda. Birinci dəfə. Əlbəttə, burada vəsətdə bir dənə bir şey var. Bunu da yazaq. Bu da bir inqilabdır İranda. Bu da şeydir. Şeyx Məhəmməd Xiyabanidir. Şeyx Məhəmməd. O da bir inqilabdır. Riza Palaniyə yaxındır. Çünki Riza Palani gedir oranı, Sərdar Sipəh gedir oranı şey edir, öldürür. Ərz edin. Gəlir, yetişir demokratik hökumətə, yəni firqiyə. Sonra yetişir 1300, yenə də bina vardı vəsətdə, İnqilab-ı Sefid deyə ki, bundan, yəni 10 neçə il hökuməti demokratikdən sonra bir İnqilab-ı Sefid deyirlər, Şah-ı Mərdum, İnqilab-ı Sefid. Bu da bir inqilabdır, ictimai inqilabdır, siyasi inqilabdır. İnqilabdır, yəni bir dənə məşrutiyyətə bir hərəkətdir. Məşrutədə inqilab ve məfhum inqilab deyil. Bu da inqilab ve məfhum inqilab deyil, amma islahatdır. Bu da, hər ikisi islahatdır. Amma buna İranda çox əlaqələri var, deyərlər ki, inqilabdır. Amma nə bu inqilabdır, nə bu inqilabdır. İranda farslar hər növ islahata inqilab deyirlər, mütəəssifanə. Bu da İnqilab-ı Sefiddir. Ondan sonra gəlir İnqilab-ı Sefid bilirsiniz, 1342-dir, fikir eləməcələ iştibah eləməsən, 41-dir. Yəni, Xumeyninin o şey yazdığı dövrüdür, etirazları yazdığı dövrüdür. Ondan sonra, bunu biraz mən bu dairəni keçitməliyəm. Buna görə də bir daha özüm də bundan xoşum gəldi, gerək bundan bir əks salam. Ərz edeyim. Ondan sonra bu devri devam tapır, gəlir 1357-yə. 57'də İnqilab-ı İslami. Bir inqilabdır, həm sistem dəyişir, həm dövlətin əli ilə deyil. Yəni, İnqilab-ı Sefid ilə və məşrutə ilə fərqlidir. Məşrutə və İnqilab-ı Sefid dövlətin əli iləndir. Yəni, dövlət özü bir siyasət götürür, bir işlər görür ki, camiədə qan tökülmədən islahat olsun. İndi bu, düzdür Pəhləvidir, amma bir islahat edildi, biz bunu dana bilmərik. Yəni, dərin bir islahat edildi ki, bu hökuməti pişəvəridən alıbdır. Çünki pişəvəri hər nə hökumətdə vermişdi, onu buradan götürdü, qoydu burada. Yəni, onda pişəvəri bu demokratik hökumətdə pişəvəri bunu fəqət Azərbaycanda icra eləmişdi. Şah Məhəmməd Riza bunu, yəni buradan pişəvəri dövründən hamısını götürdü, gətirdi, İnqilab-ı Sefiddə icra elədi. Ondan sonra bir neçə il sonra İnqilab-ı İslami başlandı. İnqilab-ı İslamidə kolla rejim dəyişdi. Qacar dövründə rejim necə dəyişdi? Riza Koditada. Riza Koditası ilə rejim dəyişdi. Yəni, məşrutə aradan getdi. Burada da İnqilab-ı İslami ilə məşrutənin zahiri hifz olan bir vəziyyət aradan getdi, bir İslamisi gəldi. Ondan sonra indi diqqət buyurun, gəlirik Qacara yetişirik yine, amma Qacarı qoyun kənara, yine bir inqilab başlayır. İndi bu inqilab ne eləyəcək? Baxın, biz Qacarı sıxın kənara, adın ayrı bir şey koyun.
Biz bir daha dairədə hey fırlanırıq. İran milləti niyə bu dairədə fırlanır? Və diqqət buyurun, Qacardan məşrutəyə hududən 50 ildir. Çünki əslində deyə bilirik ki, məsələn, bu hərəkat ki, məşrutiyə gedir çatır, Nasiruddin Şahın ortalarından başlayır. Nasiruddin Şah bu hərəkatı başlayır ki, İnqilab-ı Məşrutiyə görə bərnamə tökür, İnqilab-ı Məşrutiyə və hər bir şah ki, gəlir onu icra edir. Gəlir, yetişir məşrutə islahatına. Bilirsiniz ki, məşrutə və İnqilab-ı Sifiddə də adam ölübdür. Az adam ölməyibdir, adam ölübdür. Çünki bir də xanlar, mollalar, filanlar bunun qabağında müqavimət elədilər. Bir də adam öldü, qum da orada, burada. Amma məşrutə inqilabında, ya məşrutə islahatında tüm dövlətin əleyhinə adam ölməyibdir. Məşrutədən sonra istibdadi səğir dövründə, Məhəmməd Əli dövründə, Məhəmməd Əli Şah dövründə adam ölür. O başqadır. Məşrutəyə rəddi yoxdur. Məşrutədən sonradır ki, farsların diktatorluq dövrəsi olur, o gəlir gelir. Əgər diqqət buyursanız, bu baxın siklilərə, indi bunu siz bir tando, bir saatın o beləsi ha gedər. Saatlar, saniyəni beləsi görsədər. Onu fərz edin. Fərz edin ki, Qacar üstə saatın asılan yeridir, durubdur. Biz saatımız gəldi, dim məşrutə, dim Şeyx Məhəmməd, dim Kodeta, dim bu dünya savaşı, dim müsəddif, dim hökuməti demokratik, dim İnqilab-ı Sivik, dim İnqilab-ı İslami, dim milli hərəkət. Əlan inqilab var da, İranda əlan inqilab var. Və bilirsiniz, inqilabın şəraitindən biri budur ki, dövlət zəiflər, millət ilə dövlətin arasında qırıqlıq olar, ittihad olmaz, bir-birinə etimadları olmaz, güvənləri olmaz, bir-birindən qorxarlar. Bu halətdə inqilab üz verər. Siz diqqət edin, bunların hamısında belə bir şey var. Dedim, mütəəssifanə bu nəfs və müsəddif böyüklərin zərbədir ki, İran tarixində vurubdur. Amma İran tarixi niyə pandolidir? Baxın, pandolidir. Yəni dedim, mən buradan bir saat aslasam, beləsi, getsə, gəlsə, orada görəcəyik ki, biz daimən hər 30 ildə, 35 ildə ya nəhayətdə məşrutə dövründə, əlbəttə məşrutə dövründə diqqət vursa, ta məşrutiyə qədər təmbaçı vardı, nə vardı, bunlar da vardı. Yəni onları da hesablasaz burada. Görərsiniz ki, hər 35 ildə, yad vaxtda qalanda, 40 ildə bir dana bir hərəkət olur. İndiki inqilab ki, burada görürsünüz, bu inqilab yenə də bizim bu çərxəmiz davam edəcək. Çünki baxın, indi Cumhuridən sonra, burada bir dana da yazaq Cumhuridə, yazaq Cumhuri. Buradan səltənət idi hamısı, burada Cumhuri olubdur. İndi yenə millətin bir hissəsi səltənət istəyir. Yəni, İranda səltənət istəyirlər, diktatörü istəyirlər. Və bunu biz soruşamırıq. Soruşamırıq ki, niyə bizim camiəmizdə bu qədər əmniyyətsizlik var? Baxın, neçə ildə, neçə dənə inqilab olubdur? Hələ bu, fəqət siz, mən Şeyx Məhəmməd Xiyabani ilə fəqət hökuməti demokratik gətirmişəm da. İndi burada şey var, Şeyx Məhəmməd Xiyabanidən biraz o üst Mirzai Cəngəl, o Cəngəl, Şimal Cumhuriye Sosyalisti Şumal, Ceylan. Cumhuriye Ceylan var. Ondan sonra ərz edin xidmətinizə ərəblərin Şeyx Xəzəl var. Bu qismətlərdə, bu aralarda Rıza Palani dövründə bir Şeyx Xəzəl var. Ondan sonra burada Kürdistan var. Ondan sonra çeşit inqilablar orada burada var. Bizim burada şeyimiz var. 1370'dən bu yüzden bir ciddi hərəkətimiz var Azərbaycanda. Cümbüşü səbzi var burada. Bunlar hamısı dövləti yıxmaq üçün bir hərəkətlərdir. Amma nə qədər müvəffəq olub olmayıb mühüm deyil. Mühüm budur ki, hərəkət olur. Bəli, bu hərəkətdə həm pandolidir, həm də bir sikli məyyubdur. Yəni, diqqət buyursanız, əgər məşrutədən bir dana dairə çəkin. Baxın, indi bu dairəni belə də çəkmək olar. Mən indi bunu harada çəkim. Qacar gəlib məşrutiyə bir dairə. İndi baxın, həmandır. Şeyx Məhəmməd Xiyabani bir dairə. Həman, bir-birinin üstündə çəkənmirəm mütəəssifanə. Yəni, eyni bir-birinin üstünə düşər. Kodeta bir danadır, gene o bir inqilab dedik.
İkinci Dünya Savaşı yenə bir inqilabdır. Neft və müsəddiq yenə bir inqilabdır. Hökumət. Baxın, hamısına baxsınız, biz bir dənə dairədə hey fırlanırıq. O öküzə bənzir İranın hərəkəti tarixisi. İndi bunu mən bir ayrı şeydə bənzədərəm ki, daha gözəli var. Bir öküzə bənzir İran milləti və tarixi ki, dəyirmanda gözlərini bağlayıblar, beləsi bir daşın gövdəsinə fırlanır, fəqət o daşı fırlandırır. Yəni, heç olmasa o bir tolid edir. İran millətinin heç tolidi yoxdur. Və oradan çıxanmırlar eşiyə. Niyə? Çünki soru soruşmaq başlamırlar. İndi, Amerikada baxın görün nə cür oldu. Amerikada 1700 falanda bir inqilab olur. Bir dənə qanun əsası yazırlar. 50 məmləkət, 50 bayraq, 50 ordu, 50 parlament, 50 senat. Senat yox, 50 özlərinin bir hər məmləkətin bir şey var. Birləşirlər, tarixləri beləsi gəlir. İnqilab yoxdur. İctimai şuriş yoxdur. Bir yerdə fırlaşmaq yoxdur. Qanun əsasını yazır, dəyişir. Fəqət dəyişir. Beləsi var. Beləsi olur hərdən. Bunların da hamısı iqtisadidir. Siyasi çox azdır. Siyasi qaraların haqlarıdır. Məsələn, burada bir inqilab olmayıbdır. Əslində bir islahat olubdur. Beləsi. Qaralar bir haqq qalıblar. Qanun üstündə heç zat yoxdur. Hökumət üstündə dəyişmək heç zat yoxdur. Amerikada 50 dənə məmləkət içində ha. İranı bölsək 6 məmləkətdir. 6 məmləkət. 50 məmləkətin içində cəmiyyəti də 10 bərabər İrandan çoxdur. O əlbəttə azdır. Bəlkə 10 bərabər deyil. Hər halda bu 80 milyondur da 330 milyon, 40 milyondur. 4-5 bərabər. Məzərətsəm, 4-5 bərabər. Görürsünüz, Amerikada və bu İngilistanda daha şeydir, müstəqildir. Bunların da dedim, Amerikada hərəkət qanun əsasından və iş savaşlardan başlayır. Bunu da beləsi buradan qoyaq. Hala beləsi gedir. Amma burada iqtisadi inqilablar camiənin durumu yaxşı olsun deyə məsələn, buxar var, maşini buxarın ixtirası var, neft var, nə bilim, Edison gəlir, çap gəlir, nə bilim, radio gəlir, televizyon gəlir, telgraf gəlir. Bunlar hərəsi bir inqilab yaradır. Amma hamısı bu camiənin getmağındadır. İndi diqqət buyurun. Niyə bu cürdür? Çünki burada bir aramış var, burada bir subat var, burada dəqiqə başı dairənin üstündə çölmürük o üzə. Həman yerə gəlmirik. Baxın, biz buradan başlamışıq. Həmişə gəlmişik, oradan yenə başlamışıq. Amma Amerika başlamır. Təcrübədən istifadə edir. Bunun təcrübəsi burada istifadə edilir, burada istifadə edilir, camiəni aparır qabağa. Təkrar olmur, biz təkrar edirik. 3 dənə burada diagram çəkirəm. Görək ki, İranda fikir mütəəssifanə nə qədər bağlıdır və soru sormaqdandır. Çünki Amerikada soru sorulur. Amerikada soru sorulur və soru sorulmaq, xüsusən niyə soru sorulur, bu da məsələdir. Amerikada hamı mühacirdir. Hamı ayrı yerdən gəlir bura. Bura gəlmək üçün soru sormalıdır. Çünki elə bir uşaq nənədən taza olur. Məcburdur soru soruya. Soru sorduqdan müşkülü də var, müşkülünü həll eləməlidir. Elmi də bilmir. Çünki dilin bilmir, fərhəngin bilmir, filanı bilmir. Məcburdur soru soracaq və bu soru soruşduqda müşküllərini həll edir. Müşküllərinə taza yol tapmalıdır. Taza yol ixtiraata, inkişafata gedir. Amma İranda üçün hamı minlər ildə orada yaşır. Minlər ildir. Hamı bir dənə istebil haləti var. Hərənin bir yeri var. Dədədən, nənədən bir yer yetişibdir. Heç bir şey yoxdur. Bir şeyləri nənədən olandan örgəşir, həmandır, heç zat dəyişmir. Taza bir cavab yoxdur. Həmişə köhnə cavablar, köhnə sorulara uşağa cavab verilir. Həman cavabdır, cavab dəyişmir. Dəyişmədiyi üçün hamı bu dairədə fırlanır. Dairədən heç kəs çıxmaq istəmir. O adamlar ki, dairədən çıxırlar, baxın,
buradan beləsi olur. Mən buradan doğuram, burada düz gəlirəm Amerikaya. Mən beləsi çıxıram. Amerika beləsi çıxmır. Amerikalı beləsi çıxmır. Bunun üçün görürsünüz ki, İranda hər 40 ildə bir dana böyük bir inqilab olur. Bu böyük inqilab sistemi siyasini, əmniyyəti, ictimaini, niruhayı zehnini, əqlini, düşüncəli insanları, təcrübəli insanları, sərvət yığmış insanları dağıdır, vurur bir-birinə. Əmniyyət subaq ki getdi, dubara bir geç listi çıxsın, genələ bir şey deyil bir-birinə, genədə, burada elə həman bu dairəyə düşəcəyik. Yəni, əgər biz, diqqət buyurun, əgər biz Qacarın başlamağın və tutulmağın bir dairə bilsaq, əgər Pəhləvinin, Riza Palaninin başlamağın və tutarmağın bir dairə bilsaq, əgər tikrar olur, diqqət buyurun, yəni, Məhəmməd Riza bir dairə, Müsəddiq bir dairə, Şeyx Məhəmməd Xiyabani eyni bir dairə, İkinci Dünya Savaşı ediq bir dairə, Müsəddiq bir dairə, milli hökumət, demokratik hökumət İranda, hala İranda demokrasidən heç kəs danışanmır, heç kəs soruşanmır. Biz təcrübəmiz var İranda, İranda fəqət təcrübələrdən istifadə edirlər. Fəqət pis bilirlər, çünki soru soruşsalar, ağılları işə düşər. Ağılları olmadığı üçün soru soruşmurlar. Azərbaycan niyə demokrasi istəyir və demokrasi nə mənədir? Nədir təcrübələdilər, nə oldu? Bunu soruşa bilmir. İnqilaba gəlir, İnqilab İslamiyə gedir, indi də ki, dubara səltənətə qeydir. Cümbüşü Səbzizadını dedim, onları da qoysaq kənara milli hərəkəti filanı bəhman görəcəksiniz ki, elə hey, biz tikrardıyıq və sındıramırıq. Sındıran insanlar olardılar ki, o camiənin beləsi getməsindən yorulur, orada dövdürdür, gəlir Kanadada çörək satan olur. Amma gəlir bura. Yox. Orada bir mütəxəssisdir, bir yazardır, bir mühüm adamdır, pulu var, sərvəti var. Hamısı niyə istəyir bu dairədən çıxsın? Dairədən çıxır, gəlir burada kasıb yaşır. Amma gəlir burada yaşır ki, bu tarixə düşsün. Tövsəə tarixinə düşsün. Biz soru sormadığımız üçün İranda və sorunu, soruşu nədən olur? İndi mən bundan bir özüm əks salım, bu mənim özümün dərdimə dəyər soram. Əlbəttə videosu vardı, təbii ki bu, amma bəlkə mənə özümə bir məqalə olar. Hara getdi bu, mən açmasaydım kameranı, buradan əks salardım da. Tamam. Ərz edeyim sizə, indi bunu mən silmək məcburiyyətindəyəm. Mütəəssifanə mən İranda geçən fikirlərlə o qədər indi əlaqəm yoxdur, amma bu son zamanlarda bəzi seminarlara, zıdlara qulaq asıram. Görürəm ki, İranda hələ yenə də ustad danışıqların çoxu təhlilləri qələtdir, mənim nəzərimcə. Amma gözəl kitablar İranda çıxıb. Zahirən dünəmlər bir dənə kitab oxudum. Qulaq asırdım məsləhətdə, soğutu kitablara çox gözəl kitablar çıxır İranda zahirən. Amma bilmirəm ki, dövlət nədir ona icazə verir. Çünki çox əcibə bir kitablar var. Mən sevdim yəni. Təqribən çalışıram ki, həftədə 3 dənə kitaba qulaq asam yalan. Eləyəm, belə bir çalışmam vardı. İndi, soru necə bizi bu dairədən çıxadar? Bu dairədən bir soru bizi necə çıxadar? Ya necə bizim tariximizi çevirər və bu nöqtədə heç olmasa qabağa bir ayrı tarixlə gedər. Soru vəziyyəti mövcudu sındırmaq deməkdir. Hamı sakitdir. Diktatorluqdur da. Diktatorluqda soru sormaq yoxdur. Nə hökumətdən, nə camiədən, nə dindən, heç kəsdən soru soruşmaq olmaz. Əlbəttə, İranda indicədən vəziyyət biraz fərqlidir. Bəlkə bir ayrı cür İranın bu vəziyyətini analiz edəsək cəlib olar. Amma
sakit, xəfəqan, ölülər qəbristanında bir nəfər durur. Niyə biz ölmüşük? Deyə soru soruşur. Niyə biz danışmırıq? Deyə bir soru soruşur. Kim qoymur biz danışaq? Bir soru soruşur. Soru əslində üsyandır. Soru musavidir üsyanına. Soru elirsən, deyirsən ki, mən sənin işində ya fikrində bir xilaflar görürəm, onu mənə deməlisən. Amma bizim bir iddiamiz sorunu İranda propaganda ilə iştibah tutmuşuq. Yəni təbliğat. Təbliğat-ı siyasi ilə propaganda. Propaganda. Ya təbliğat-ı siyasi. Biz sorunu İranda propaganda və təbliğat-ı siyasi ilə iştibah tutmuşuq. Soru İranda muadili budur ki, bir adamı ya onun işini tanıttıraq millətə. Xəbərliğat gedir, soruşur ki, rəis cumhuru çağırır olur. Dolar filan olacaq. Tarif edir. Təbliğat edir. Rəis cumhuru bu halda ki, dolar bu qədər olubdu, soruşacaqdır. Niyə olubdu? Niyə oldu? Olmayacaq, nədir olmayacaq? Bəhnamən nədir? Deyə bilmir. Demədiği üçün onun üçündür dünyada deyirlər ki, xəbərliqarlar inqilabçıdırlar. Cəlib budur ki, mən dünən İranda bir kitab olub baxırdım, Sauti kitablara baxır, qulaq asırdım. Və bu Sauti kitab Rönesansın nədir Rönesans olubdu? Rönesans hər məmləkətdə nədir, hangi fikirlərindən güclənibdir, hangi məmləkətdən hangi fikirləri alıblar. Gözəl bir kitab idi. Orada deyir ki, hər kəsin əlində qələm var, inqilabçıdır. Əsləhə yox. Əsləhə rekrutorluğa gedər, adam öldürər, qələm adam öldürməz. Amma bu qələm gərək şurişli olar. Soru soruşan, soruş üsyan olar. Təbliğat olmayan. İranda mən Təbrizin mətbuatına bəzən baxıram. Bir-iki İran mətbuatına gündə baxıram. Mütəəssifانə görürəm ki, fəqət təbliğat. Yəni, Urmu gölünə görə belə cəsarət edib bir şey yazanmır Təbriz. Fəqət o, nə mənədir, bir dana bir komitədir, nə mənədir, düzəldiklər Nəcati Dəryatı Urmiyə. Fəqət onu təbliğat edirlər. O, bunlara bir agəhi verir. Adamlar müsahibiyə gedirlər, soru soruşmağa, pul alırlar müsahibiyə. Yəni, propaganda. Yəni, adamlar bir soru soruşmurlar ki, o adamın ayrı hand olsun, ona dəysin, o geçsin sual altına. Sual altına atar. Baxın, bu sual işarəti adamların üstünə, fikirlərinə, beyninə, işinə qoyacaqsan, adam hətta məcbur olsun istefa versin, hətta məcbur olsun mühakimə olsun, hətta məcbur olsun zindana geçsin. Amma o zaman ki, biz İranda soru soruşamırıq, soru soruşmaqlarımız çevrilir, olur nə mənə? Sorumuz İranda müsavidir nə ilə? Propaganda. Yəni, xəbərliqar çalışır, bir 100 min güvən, 200 min, 1 milyon, 5 milyon almaqla gətirsin, bu adamın gələnilki işlərin, mövqeyiyyətin dubarə nümayəndə olmasını təzmin eləsin. Dubarə rəis cumhur olmasını təzmin eləsin. Yəni, əslində rəvabit-i umumi, İranda hamı rəvabit-i umumi işi görür. Mən gəldim ki, biraz yeri dəyişdim, amma oradan görsəmir. Diqqət buyurursunuz. Bəs biz nə eləməliyik? Biz məcburuq ki, soru ölülər qəbristanında, ya hətta dirilər qəbristanında üsyan eləməkdir. Heç olmasa fikri cəhətdən üsyan edirik, adamın işin, fikrin, düşüncəsin, rəftarın, siyasətin qəbul eləmirik. Eləmədiyimiz üçün ona soru intiqad olur. Soru olur nə mənə? Soru müsavidir intiqad. Soru müsavidir intiqadına. Baxın, soru
üsyandır. Üsyan intiqaddır. İntiqad sorudur. Soru propaganda değil. Soru propaganda değil. Soru bu değil ki, görək bu adam nə iş görübdür. O adamın əsas vəzifəsi odur işləyər. O adamın vəzifəsi odur o işi görək. Aha, rəis cümhura hüquq verirlər. Filan müdüramilə, filan kəsə, müdirə istihdam ediblər. Bir də bu işi verək sənə, ayda da sənə 4 milyon, 5 milyon, 10 milyon, 20 milyon, 100 milyon hüquq verəcəyik. İranda bir dənə xəbərlər bu cürəcən soruşmuş ki, ağa bu padaş nə mənə verirsiniz? Padaş. Hüquq şu deyil. Diqqət buyurun. İranda müdürləri istihdam edirlər, karxanaya, şirkətə, nə bilim, dövlət işlərinə falan. Bunlara hüquqları məsələn 4 milyon, 5 milyon, 10 milyon, hər nə 1 milyon arası ilə 100 milyon arasında hüquq verirlər. Məsələn, rəis cümhur olsun, bu hududda bir hüququ vardır, 20 milyon zat hüququ, 24 milyon zat hüququ olmalıdır. Ayda. Bunları padaş verirlər. Padaş nə deməkdir? Görürsən ki, ildə 2 dəfə, 3 dəfə bu adam padaş verirsə 1 milyar. Yəni 20 ilinin, 30 ilinin hüququn adama padaş verirlər. Niyə? Ağa, bu adam işləyibdir. Əslində bu adamı istihdam edəmsə işləyə də, bu adama demirsən ki, ağa, səni istihdam edək. Bu idarənin rəisi oldu, işlər burada geçsin. O da deyib, mənim təcrübəm var, savadım var, başarıram işi, gəlməm, buranı yaxşı aparıram. Bunun vəzifəsi nədir? Gündə 10 saat, 20 saat burada işləməkdir. Çünki bu idarəni buna tapşırırlar. Bu adama vaxt yoxdur. Bu adamın əsl işi bu idarədir. İşi bu karxanadır. Bu 8 saat işləmir, bu xaricə deyil, bu müdürdür. Onun üçün buna, məsələn, xaricəyə verirlər 1 milyon, buna verirlər 20 milyon, 10 milyon, 5 milyon. Ki bu 24 saat bu karxanada işləyər, ya bu şirkətdə, ya bu dövlətdə işləyər, bu idarəni aparır qabağa. Əslən, bunun vəzifəsi budur ki, 24 saat işi budur ki, bu idarəni, bu iş yerini yaxşı idarə edir. İndi bu adam yaxşı idarəni padaş alır. Ama bu vəzifəsini yaptığı üçün, vəzifəsi bu deyil ki, vərşikəst edir. Vəzifəsi budur ki, bu gözəl, əgər vərşikəst edirsə, gələcəkdə zindana. Amma İranda biz buna padaş veririk. Ki, ağa, sağ ol işləmirsən. Rəis cümhurdan tutdu, vəzirdən, muavinindən, dövlətin tamam hər yerində padaş verirlər. Niyə padaş verirlər? Niyə alır? Çünki işləyibdir. Ağa, əslində buna işlədiyi üçün hüquq verirlər. Amma heç kəs bunu soruşamır. Heç kəs bunu soruşmur. Və bu birinin o fəsaddır. Soru pəs nədir? Üsyandır, soru intiqaddır. İntiqad ki, elə düz, olduz inqilabçı, olduz əqilli, olduz alim. Çünki, baxın, intiqad dedik sorudur. Soru elmidir, elmin yarısıdır. Cavabı doğru alsan, cavabı gərək sualı alasın. Mən özüm də diyalogda görürsünüz ki, suallara cavab bəzən almıram. Bəzən də təkir edirəm. Çünki İranlar istəmirlər cavab versinlər. Adam deyir, mən siyasiyəm, amma fikrim yoxdur. Fikri olmadığı üçün gəlir, oturur, nağıl deməyə başlayır. Biz istədik ki, Gülastirdə gələk deyək ki, saat qoyaq, saatın üzrə 3 dəqiqə danışır. Adamlar gördük ki, fikrinə yetişmir, suala yetişənmir, sualın cavabına yetişənmir. Deyək, saatı götürün, qoyun, görək, bu adamlar eləyə bilərlər bir şey desinlər. Yəni biz biraz diqqətli olmalıyıq. İstəyək Rönesans eləyək, istəyək elm yaradaq, istəyək elm əsası ilə bir camiəni idarə edək. Məcburuq ki, soru soruşaq. Soru propaganda olmalıdır, təbliğat olmamalıdır, adamları tanıtmaq üçün olmamalıdır. Bəzi vaxt biz bir dənə müsahibə elərik, soru soruşaq ki, bir nəfəri tanıtdıraq. Məsələn, deyək ki, bir dənə adam vardı, çox cəlibdir, adamlar görürlər, bu adam nə cür 1 milyoner olubdur. Məsələn, bir dənə Əli Təbrizi adında bir adam var, milyarderdir, Türkiyədə. Milyarder.
milyarder dolar ha, yəni şey yox. Bu adam kasıblıqdan gəlibdi. Kasıblıqdan besavad gəlib Türkiyədə işləyibdi. Türkiyədə olub bir dənə böyük sərmayedar, indi də Azərbaycan üstündə də, Güney Azərbaycan üstündə də çalışır. Əlbəttə, dünyanın bir çox yerində çalışır, bir də Güney Azərbaycan. İstiyoruz deyək ki, bu adam kimdir? Nə cür milyarder oldu? Nə cür işləyibdi? Təbii ki, burada gətiririk bu adamı, soruşarıq ki, bu adamı kəşf eləmək üçün sualları soruşarıq ki, bu adamı kəşf edək. Yenə bu suyandır. Çünki bu adamı tanımırıq, istiyoruz tanıyaq və tanıtdıraq millətə. Bunun həyatının müvəffəqiyyətləri bahis olsun, camiə hərəkəti gəlsin. Camiədə bir iddələr desinlər ki, Əli Təbrizli bu müvəffəqiyyətə çatıbdır, buradan başlayıbdır, sıfırdan başlayıb, geçibdir 100-ə, 80-ə, 90-a, biz də başlaya bilərik. Bu yenə də sorular o cəhətdədir ki, şey olsun, bir şeyi açıqlasın, gizli bir şeyin üstünü açsın, bəs soru gizli bir şeyin üstünü açmaqdır. Soru bu deyil ki, biz gələk, adi bir şeylərin üstünə təkrar edək. İran camiəsi, İranda yaşayan millətlər məcburdular ağıl yoluna gedilər. Ağıl yolu sorudan gedəcək və sorunu başarmaq lazımdır. Biz indi gedirik bu qismətdə, ikinci qismətdə sorular üçün danışaq. Mən Quzarışı Tosifidən başlamışdım, amma tüm sorunun üstündə danışdım. Bu günləri Quzarışı ikinci bölümdə Quzarışı Tosifini danışmayacaq, gedəcək müsahibəni danışaq, sonra müsahibə haqqında davam edək. Bir qıssa ara verirəm, çox qıssa, sonra gələk bir müsahibəyə görə danışaq, əmələn deyək ki, nə cür olar.